babamın məzarını ziyarət etməklə eyni zamanda ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi o Zəngəzurda doğulmuşdur və erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdu onun ailəsi və məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdi. Əlbəttə ki, biz əcdadlarımızın yolu ilə getməliyik, onların ruhlarını həmişə şad etməyə çalışmalıyıq və Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrimizə sadiqik və bu nöqteyi nəzərdən hər birimiz üçün onun ailəsi, onun ulu babaları, əcdadları böyük əhəmiyyət kəsb edir, o cümlədən mənim üçün və orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa mən dilə gətirəcəm. Təşəkkür edirəm.